Gəlmişik dayının yanına qoz illəsi yeməyə. Mən də bilmirəm qoz illəsində olan şeydir. Axı bir onu bilirəm ki, burada yeyib içirsən, 5 manat şot verirsən, çıxıb gedirsən. Yəni o dərəcədə münasib bir restorandır bura. Həh. Allah köməyin olsun. Gəl, gəl. Keçək baxaq dostlar. Yaşan. Bəs bizim qoz illəsi nə vaxt olacaq? Axırda. Çayda. Hə, yəni biz əsas ona görə gəlmişik, bu qoz illəsinə görə. Maşallah bu çox gözəl. Deməli bu setin qiyməti neçədir? 5 manat. 5 manat. Dayının yanında dadına baxmadım ki, yəni birdən yaxşı olmaz, sonra deyə bilmərəm. Yəni belə daha rahat səmimi fikrimi deyəcəm də. Möhtəşəm. Əla. Əla dostlar. 20 manata 5 manatdan atışırsınız, bax budur. Gəlib yediniz. Digər yeməklərdə qiymətləri burada çox münasibdir. Soruşurlar ki, videolarınız çox professionaldır, çox gözəl işləyirsiniz. Nurlan Məcid videolarınızı hazırlayan qəhrəman, montajist, edit edən həmin adam. Amma həqiqətən yemək superdir ya. Əminlə əzizim. Mən yalan danışmıram. Yox, burada yəni yalana ehtiyac yoxdur da. Mən ciyəri açıq, çox da xoşlamıram sözünüzü, amma ki bu da o da başqadır. Yəqin ki hər yer bişirə bilmir, yəni mən ona görə xoşlamamışam. Bura bizim şəhərin ən ucuz yeridir. Əllərinlə yeyir Nurlan. Parmaqlarını yalan, narahat olma. Zafət. İzləyicilər səni vallahi pis başa düşən deyil, yalı geçsin. Heç evdə barmaqla baxınca nə vaxt yalamısan, kişi kimi düzündür. Bilmir, yadına düşmür. İndi biri girib yorumda yazmağa hazırlaşır ki, bəs restoranlar xalodnuda tutur pulu. Bunu 20 manata verib sizə xalodnu nə bilim yazacaqlar neçə. Dostum, xalodnu da pulsuzdur, hamısı üstündədir 20 manata. Xalodnu, yemək, gördüyünüz hər bir çeşid 20 manat. Hamısı bir yerdə də 20 Hamısı manat. bir yerdə. Sən gəl bir nəfərə 20 manat, sən 4 nəfərə ye. Sən 10 nəfərə ye, fərqi yoxdur. Salamatı. 5-dən qoyun cibinizə gəlin dostlar. Deməli, əmi də qonağımızdır, çək zəhmət olmasa. Niyə görə qiymətlər bu qədər ucuzdur? Siz bundan sonra mən milyoner olan deyiləm. Gör nə deyim. Çox qəşəng söz dediniz. Yəni bunu mən 15 manata alıram, 2 dənə Ciyəri. saç çıxardıram. Aha. Normal ciyərdən də 2 dənə sacı çıxardıram. Bunun xalodusu daxil verim 20 manata. Yəni bunlar hamısı pullandır, özünüzə yaxşı. Sözsüzə bu qədər şey yəni. Ona görə də elədir. Pul önəmli bir şey deyil. Valla. Bu gəlirlər sənə burada təşəkkür edirlər ki, Bəli. sağ ol əmi. Sağ ol, Allah canını sağ eləsin. Gəlin, gedin, yəni ki, problem yoxdur. Nə yemək desəz, düzü qoşulur burada. Sən fransız yeməyi. Bax burada əmi bir çox fərqli hansı ki yeməklər təqdim edə bilər sizə. Yəni burada marojna kebabı o demək deyil ha. Plomberi keçirsən, qoydun ora kebab. Yox, bu marojna kebabı deyil dostlar. Marojna kebabının xüsusi bir resepti var. Dadmaq istəyirsinizsə, mütləq əminin yanına gəlməlisiniz. Mütləq o əvvəlcədən sifariş olunmalıdır. Nömrəni deyə bilərəm burada. Bəli. Denən bir dənə zəhmət olsun. 055 Aha. 845 Aha. 97 03. Nömrəsi ilə əlaqə saxlayıb sifarişlərinizi verə bilərsiniz. Mən onu deyə bilərəm ki, yəni bu video reklam xarakterli deyil. Deyil, Bu video əmmimizin səmimiyyətinə görə həqiqətən də belə insanlar çox az sayda qalıb. Yəni əmmimiz elə bu kişi dayıdır. Yəni bildiyiniz dayı. Sən bioloji yaşını necə göstərə bilərsən? 40 saniyə ərzində bir ayağın üstə göz yumulu dayanmaq şəklində. Normal şəkildə hamımız fikirləşdik ki, dayana bilər yerə. Saniyə ilə yoxlayaq. Gözü açıq dayanmaq rahat şəkildə mümkündür. Yəni Çox rahatdır. çox rahatdır. Göz yumandır. Hiss eləmirsən, ümumiyyətlə heç nə hiss eləmirsən. Amma gözünüzü yumub, xahiş edirəm bir dəqiqə bunu yoxlayın. Göz yuvan kimi əyilirsən avtomatik. Gözünüzü yumub yoxlamağınızı məsləhət görürəm ki, görün, yəni bu vəziyyəti yaşayacaqsınız yoxsa yox. Dayının hazırladığı
həmin o adı dillərdə gəzən qoz ülləsi. Bax budur. Dəyərli izləyicilər, bu manqalda olur həmin, yoxsa necə? Bayaqdan səbirsizliklə elə bu anı gözləmirik, bu dadına baxaq buna. Sən birinci bax, fikrini bildir. Nə bilim, bu oxşada bilmirəm nəyəsə bunu. Çox qəşəng dadı var. Qəşəng. Bəh. Həqiqi ya, bu budur. Doğrudan. Qoz ülləsi dəyərli dostlar. Bura haradır? Çinar Şadlıq Sarayının həyətində yerləşən restorandır bura. Burada dayımızdır. Yəni buranın vəziyyətinə dayımız baxır. Çək zəhmət olmasa Kamran qardaşım. Olmaz. Həqiqi gördünüz nətər? Çox Tabii. möhtəşəmdir dostlar. Mən inanmıram ki, vaxtında kimsə yeyibsə, səmimi yazsın ki, mən yemişəm bax. Belə Qoz ülləsi. Buna bax. Yəni mən bu vaxtında bu yaşımızın görməmişdim. Dayı, vallahi sən sıradan biri deyilsən. Yəni sən bunu hazırlamısansa, Müştərimiz xoş ağırlığınız, ona deməkdir. Allah razı olsun səndən. Mən də hazır. Sənin sayəndə biz belə bir təamı datdıq. Valla gözəldir. Hər şey dadına lazım. Mən heç çay içmək istəmirəm, inansam. Çay içsəm bu dad ağzımdan itəcək. Ona görə çay içmək istəmirəm. Közün dadı gəlir insanın ağzına. Qoz illəsi. Köhnə xatirələri yada salır. Belə deyim, nostalji. Buna görə dəyərdir. Vallahi dəyərdir. Pul önemli bir şeydir. Pul önəmli deyil. Sadəcə o insana əsas birinci can sağlığı. Bu qədər dəyərli dostlar, özünüzə yaxşı baxın, özünüzü qoruyun. Bəh.